Alimlər coraba məs çəkmək olar, olmaz barəsində ixtilaf ediblər. Bir qrup alimlər deyiblər ki, coraba məs çəkmək olmaz. Əmin Əşşinqiti deyiblər ki, coraba olmaz. Və bu Əbu Hanifənin məzhəbidir. Əmin Əşşinqiti məsəhtu aləl corabeyn, ki coraba məs çəkdim. Əmin Əşşinqiti. Və bundan da deyirlər ki, alimlər Allahu ələm Əbu Hanifə qayıdıb görüşündən. Lakin Əbu Hanifənin məzhəbidir bunu deyənlər. İkinci görüşdə olan alimlər deyiblər ki, coraba məs çəkmək icazəlidir, lakin bir şərtlə. Corab qalın olsun. Nazik coraba məs çəkmək olmaz. Belə deyiblər. Üçüncü görüşdə olan alimlər deyiblər ki, coraba məs çəkmək mütləq şəkildə icazəlidir. Heç bir fərq yoxdur. İstər qalın, istər nazik. Və bu görüş böyük muhaqqiqlərin görüşüdür. Şeyxülislam İbn Teymiyyə, müasirlərdə Muhammed Əmin Əşşinqiti və bir çox alimlərin. Və bu görüş haqdır, şək yoxdur. Əmin Əşşinqiti